Müzakirə etdiyimiz qanun layihəsi ilə bağlı bir texniki, həm də eyni zamanda konseptual olan və bu istiqamətdə xeyli müraciətlərin olduğu nəzərə alıb bir məsələni qeyd etmək istərdim. Təbii ki, məlumatların avtomatlaşdırılması və avtomatlaşdırılmış məlumat axtarış sisteminin yaradılması vacibdir. Çünki bu giriş və çıxış zamanı, o cümlədən qeydiyyatda məlumatların elektron olaraq qısa zamanda bölüşdürülməsinə imkan verəcək. Amma eyni zamanda bir sıra hallarda xüsusən də ölkədən, vətəndaş ölkəni tərk edən zaman bir sıra texniki çağırışlar və ya çətinliklər olur. Yəni vətəndaşın xüsusən də ölkədən çıxışı qadağan edilən və ya məhdudlaşdırılan vətəndaşla ad, soyad və doğum tarixi eyni olduqda həmin vətəndaşın ölkədən çıxışı ilə də bağlı müəyyən çətinliklər olur. Yəni söhbət ondan gedir ki, bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyulan vətəndaşla eyni adda, eyni soyadda və eyni zamanda eyni doğum tarixinə malik olan, amma ölkədən çıxışı məhdudlaşmayan vətəndaşımız da ölkədən çıxış zamanı sərhəd məntəqəsinə müraciət edəndə artıq onun da çıxışı ilə bağlı suallar yaranır və bəzi hallarda onun çıxışına icazə verilməsi müəyyən zaman tələb edir. Təbii ki, nəzərə alsaq ki, Avropa İttifaqında da ad, soyad və doğum tarixindən istifadə olunur, amma eyni zamanda məlumatların elektronlaşması qısa zamanda sərhəddə çıxışına məhdudiyyət olmayan vətəndaşla bağlı qərarın verilməsinə imkan yaradır. O baxımdan mənim təklifim ondan ibarətdir ki, daha çox məlumatların elektron sistemə daxil olunması və belə hallar baş verən zaman digər vətəndaşımın çıxışı ilə bağlı məhdudiyyətlə bağlı yaranan çətinliyin öncədən aradan qaldırması həyata keçirilsin. Nəticə etibarı ilə daha çox məlumatların yalnız ad, soyad deyil, eyni zamanda ata adının ümumi sistemə daxil olunması və elektron sistem vasitəsilə bölüşdürülməsi, elektron axtarış sisteminə daxil edilməsi bu halda digər vətəndaşlarımızın ölkədən çıxışındakı çətinliklərin bu hallar zamanı, yəni ad və soyad, doğum tarixi eyni olduqda aradan qaldırmasına gətirib çıxara bilər. O baxımdan nəzərə alsaq ki, artıq avtomatlaşdırılmış məlumat axtarış sistemi yaradılır. Düşünürəm ki, daha çox vətəndaşlarımızla bağlı daha çox məlumatlar və xüsusən də ata adının daxil edilməsi məqsəd uyğun olardı. Bu nəticə etibarı ilə ölkədən çıxışında məhdudiyyət olan ad, soyad və doğum tarixi eyni olan digər vətəndaşlarımızın ölkədən çıxışı zamanı hər hansı bir çətinlik yaranmasının qarşısını almış olardı. Çox sağ olun, layihəni dəstəkləyirəm.